okeanların göz bölgesini öğrenmek üçün istifadə olunur. Düzdür. Növbəti sualım odur ki, biri ki, temperaturuna görə okeanlar düzün. Necə? Temperaturuna görə okeanlar düzün. Hə, ən isti okean Atlantik idi, 19 idi. Sonra Hind idi. Sonra Atlantik, sonra da Şimal Buzlu. Sakit, Hind, Atlantik, Şimal Buzlu. Bəli, 19, 17, 16, 15, 0, 19. Elə bil ki, qütb enliklərində okeanın buzluğu neçə promillidir? Qütb enliklərində bilmədim. Yəni bəzən testlərdə 16 falan yazırlar, o səhvdir. Yəni azdır, amma o qədər də az deyil. Müəllimə, siz bizə deyin. Neçədir müəllimə? Bağışlayın. Qütbə neçə idi? 32. 32. Növbəti sualım nədir mənim? İsti cərəyanın xüsusiyyətləri. İsti cərəyan əgər həm ərazidən keçən sulardan istidirsə, onda bu isti cərəyan adlanır. Getdiyi ərazidə isə yağıntı gətirir, rütubəti artırır, buludluğu artırır və iqlimi mülayimləşdirir. Bəli, düzdür. Səs qarışmasın deyə siz danışanda öz mikrofonumu bağlayırdım. Növbəti sualım müəllimə. Afrikaya təsir göstərən cərəyanlar isti və soyuq. Afrikaya təsir göstərən iynə cərəyanı var, Bencel cərəyanı var, Kanar cərəyanı, sonra bu tərəfdən Mozambik cərəyanı var, yadıma düşənlər bunlardır. Bunlardan hansılar soyuqdur? Bencel soyuq idi, bir də Kanar. Bir də Somali cərəyanı var idi. Belə. İndi keçək müəllimə. Ümumiyyətlə, Tatar boğazı hansı adaları ayırır? Tatar boğazı Saxalinlə Hokkaydo. Yox, adaları deməyim, hansı hissələri? Asiyadaydı da Tatar boğazı. Bilirsiniz də, Asiyanı Saxalinlə ayırır. Materikdə. Bonifacio Aral dənizinin içərisində idi. Səhv eləmirəmsə Korsika ilə ayırırdı. Nə idi o adanın adı? Korsika ilə Sardiniya. Kosa demişdik ona. Kosa. Yaxşı. Bəs Davis boğazı? Davis Şimali Amerikanın şimal hissəsində idi. Grenlandiya ilə orada nə idi o adaların adı? Baffin torpağı. Deyə də adadır. Baffini bir-birindən ayırır. Müəllimə, transsərhəd su asılılığı olan ölkələr. Səudiyyə Ərəbistanı, Küveyt, sonra elə Azərbaycan özü, Türkmənistan, Özbəkistan, əsasən ərəb ölkələri idi. Müəllimə, Səudiyyə Birləşmiş Ərəb Əmirliklərini heç bir halda deyə bilmirik. Niyə? Çünki orada ümumiyyətlə çay formalaşmır. Müəllimə, sual necədir? Mən başa düşmədim. Transsərhəd su asılılığı olan ölkələr. Küveyt. Müəllimə, Küveyti deyirik. O ərəb ölkələrindən təkcə Küveyti deyə bilirik. Çünki Səudiyyədə ümumiyyətlə çay formalaşmır. Azərbaycanın asılılığı nə qədərdir? Faiz olaraq. Təxmini. Belə faiz olaraq deyə bilmirəm. Amma əsasən çaylarımız başqa, yəni dövlətlərin arasında formalaşıb gəlmiş, asılıyıq. 76. 76. Azərbaycanın asılılığı, bəli. Mənsəbi okean səviyyəsindən yuxarıda yerləşən çaylar. Bu Aral dənizinə tökülənlər idi. Amudərya, Serdərya falan.
Elə var. İyiliği birdəki tarım testlərdə çoxdursa bulardır. İndi müəllimə, mənə deyin, yeraltı sularla qidalanan çayların rejimi il boyu necə olur? Sabit. Əsasən sabit olur. Il boyu sabit olur. Bəs qar suyuyla, bir də buzlaq suyuyla qidalanan çayın fərqi nədir? Qar suyu ilə qidalananlar əsasən yazda bol sulu olur, daha tez əridiyinə görə. Buzlaqla qidalananlar isə yayda bol sulu olur. Məsələn, Amudərya, Sırdərya bunlar əsasən yaydadır. Tamamilə doğru. Müəllimə, mənə danışın üst bataqlıqların xüsusiyyətlərindən. Üst bataqlıqlar əsasən tundra, meşə tundra zonasında formalaşır. Bunlardan əsasən üst bataqlığın qalınlığı daha az olur və bunlardan gübrə kimi səhv eləmirəmsə istifadə edilirdi. Amma səhv edirsiniz. Qalınlığı az idi da müəllimə, yoxsa qarışdırdım mən, həmişə bunları qarışdırıram. Bəli, qarışdırdınız müəllimə. Təəccüb müəllimə. Bəli. Mən elə bir ki, onu belə ayırd eləmişəm. Üst bataqlıqda yağış çox yağırdı, ekvator zonasında olur, eləmi olar? Tundra, meşə tundra bu ərazilərdə daha çox olur. Nisbətən soyuq ərazilərdə olur. Elə, mən bilmişəm. Belə deyək, üst bataqlıqlar daha çox yağış suları ilə qidalanırlar. Aşağıda olur su keçirən lay, üstdə isə, daha doğrusu aşağıda su keçirməyən lay, yuxarıda isə su keçirən lay olur və bunun nəticəsində də orada torfun qalınlığı çox olur. 6-10 metrdir. Əgər torfun qalınlığı çoxdursa, demək ondan nə kimi istifadə edirlər? Gübrə kimi istifadə edirlər. İndi keçək, oradan verəcəm Avropanın daxili sularından. Müəllimə, mənə deyin, Avropanın Greenwich kəsən çayları. Harona idi, Loira idi, Baltik ya şimal, Baltiki yox kəsmir, şimalı kəsir. Bir də Norveçi. Yox, çay olaraq Temzan deyirik də. Çay olaraq Temzan deyirik. Müəllimə, Don, Dunay, Dnepr, Dnestr. Bunların məzhəbləri. Qaradəniz idi hər üçündə. Donun, Dunayın, Dneprın, Dnestrın. Donda bir dənə Azov idi, digərləri Qaradənizə tökülür. Düzdür. Sivor Neva çayları haqqında danışın. Hardan hara tökülür, hansı hara tökülür? Neva, bir də nə dediniz? Sivor çayı. Hə, Sivor. Sivor başlayır. Hər ikisi Rusiyanın ərazisindən başlayır. Sivor tökülür Ladogaya. Neva da tökülür körfəzinə. Tamamilə doğru. Rusiyanın sulu gölləri hansılardır? Əvvəli eşitmədim mən. Haranın? Rusiyanın. Rusiyanın sulu gölləri. Birinin sulu Baykal idi. Bu tərəfdə 2 dənə göl var idi. Nədə var? Venerin, Vetterin, İsveç idi. Elton. Elton Baskuntak. Finlandiyanın hansı gölü qütbdən şimala düşür? İnari. Yaxşı. İndi keçək Asiyanın çaylarına. Üçdərə sesi hansı çayın üstündədir? Yansızı çayının üzərində idi. Mənfi müsbət cəhətləri nə idi? Mənfi cəhəti o idi ki, su anbarı tikərkən ətraf ərazilər su altında qalmışdı. Tarixi abidələr su altında qalmışdı. Minlərlə insan evsiz qalmışdı. Müsbət cəhəti də əhali elektrik enerjisi ilə təmin edilməsində mühüm rol oynayırdı və ən güclü seslərdən biridir üçdərə ses. Mekong hara tökülür? Mekong belə xəritədə baxsam hara tökülür?
Cənub Çin dənizində. Hə, cənuba doğru axırdı. Çin dənizinə keçir. Növbəti sualım müəllimə. Uçsunu da Uçsugul var. Bunlar hansı ölkə ərazisindədir? Biri Monqolistanla Çin sərhəddində idi, biri də Çində idi deyəsən. Uçsugul sırf Monqolistandadır. Uçsunu Rusiyadan Monqolistan sərhədindən. Monqolistan. Bu belə. Müəllimə, Qızıl İrmaq çayı Türkiyədə hara tökülür? Qızıl İrmaq tökülür. Bir dəqiqə. O Atlantikə çıxırdı da. Yoxsa bu tərəfdən gəlirdi. Müəllimə demişdik, Qızıl İrmaq, Qara dəniz. Gözləyirəm. Qızıl İrmaq, Yaşıl İrmaq ikisi də Qara dənizə tökülür. Amma belə oradan da gəlir, ümumi Atlantikə çıxır da. Bəli, Atlantik okean hövzəsi deyə bilərik. Prosta sırf dəniz olaraq məncə Qara dəniz desək yaxşı olar. Müəllimə, bir dənə maraqlı sual verəcəm. Dərslikdə onu söyləmişdik. Böyük göllərin necə deyərlər, hündürlüyünün azalmasına görə düzün. Yuxarı Michigan, Huron, Erie, Ontario. Orada axırda deyəsən ikisinin yerini dəyişək deyirdik. Yuxarı Michigan, Huron, Ontario, Erie. Desəm ki, yuxarı Huron, Michigan, Erie, Ontario. Hə, onda başlayırıq. İkincidən üçüncünün yerini dəyişirik. İkincidən üçüncünün yerini dəyişirik. Bu belə. Müəllimə, İtay prosesi hansı ölkələrin ərazisinə düşür və bu ölkələrin elektriyə olan, yəni bu kitabda yazılıb da, ehtiyacını necə ödəyir? Yəni, çox az da deyə bilərsiniz. Məsələn, filan ölkənin çox, filan ölkənin az da deyə bilərsiniz. Layla Braziliya idi deyəsən. Birində 90% idi, Braziliyada daha az idi faizi. Bəli, 20% belə deyə bilərik. Elə bil ki, var Magdalena çayı. O hara tökülür? Hardan axır? Hə, bu sonuncu sınaqda var idi da deyəsən. Yeni paylaşdığında Şimali Amerika idi Magdalena. O mən səhv yazmışdım. Kolumbiyada idi. Kolumbiyada olan bir çaydır. Magdalena çayı. Cənubi Amerikada yerləşir. Şimal subekvatoriala düşür. Kolumbiyanın uzun çayıdır. Belusdan Karib dənizinə tökülür və başlanğıcını da Ant dağlarından belə deyək də başlayır. Yəni Kolumbiya üçün necə deyərlər, çox əhəmiyyətli bir çaydır da, belə deyək. Çay hövzəsində də bu Kolumbiyanın əsas qəhvədir, qarğıdaldır, kakaodur, bunlar əkilir Magdalena çayında. Çirklənməsi də necə olar? Əlbəttə ki, çay tullantıları ilə bəli çirklənir. Həmçinin burada turizm çox inkişaf edib. Yəni Kolumbiyanın ən gəzməli, görməli yerləri o kruzlar deyirik də, iri gəmilər. Bax, onlar vasitəsilə gəzilir və turizm inkişaf etdirməyə çalışırlar, belə deyim. Magdalena çayı. Demək, mən sizə bir maraqlı sual verim. Nil çayının edib keçdiyi paytaxtlar. Qahirə. Sudan keçir, Sudan paytaxtı. Xartum. Qahirədə Xartumdan keçir. Bir də ki, orada Asunción belə o ikisinin ortasında. Bəli. Həm də ki, şəhərdir müəllimə. Bu belə Asuan. Asunción neymiş? Asuan. O da paytaxtdır müəllimə Asuanda. Yox, deyil. Deyirəm sadəcə şəhərdir. Paytaxt olaraq dedikləriniz İfsion. Müəllimə, Karib Asuan barı hansı ölkələrin ərazisində yerləşir və hansı çayın üstündə?
Karabağ. Bir dəqiqə. Karabağ var idi. Bir də Karabağ. Bora bassa. O Kabora Bassa bir dövlət idi. Karabağ iki dövlət idi. Evet. Bir dövlət. Zambiya, Zimbabwe, Kariba'ydı. Mozambikdə deyəsən. Kabora bassa. Son sualım Avustraliya. Avustraliyanın daxili sularının hövzələr üzrə paylanması faizdən. Ən çox daxili axarsız hövzə idi. Sonra Hind okeanı idi. Sonra da sakit. Faiz. Faiz olaraq məsələn 60% daxili hövzədir. Hətta 30% Hində olar, bir 10% da 10% sakit. də. Bəli. Çox sağ olun müəllimə. Çox sağ olun. İndi davam edək. Nərgiz müəllimədən sonra Səadət müəllimə. Səadət müəllimə, siz bizə deyin, elə bil ki, iceberglərin dövranı böyük dövrandır yoxsa kiçik dövrandır? Iceberglərin dövranı Iceberglər qırılır düşür. O böyük bəli, dövrandır, bildim, kiçik suda üzən dövrandır. buz dağlarıdır. Iceberglər yəqin ki kiçik dövran olar. Amma böyük dövrandır. Iceberglər böyük dövrandır. Müəllimə, Mərmərə dənizinin duzluğu nə qədərdir? Mərmərə, bir dəqiqə. Mərmərə. O 11 idi deyəsən, yoxsa səhv eləmirəmsə. Mərmərə. Heç şeydi mərmərə. Mərmərədə Yadımda bir 25. Bəs Hə, Xəzərdə vəziyyət necədir müəllimə? necə? Xəzər. 12-13 promildir. Bəli, düzdür. Müəllimə, bor nədir? Bor. Nə? Bor? Oru. Hə, bor. Bor demək qabarma çəkilmə vaxtı çaylarda demək bor hadisəsi baş verir. Günəşin, ayın cazibə qüvvəsinin təsiri nəticəsində olur. Qismən də günəşin Necə qalxması, hadisədir? suyun qalxması, suyun quruya tərəf qalxması prosesi. Yox, qalxması yox, suyun geri axması. Geri axması, hə. Geri axmasıdır. Müəllimə, siz mənə danışın soyuq cərəyanlardan. Necə olur? Hə, soyuq cərəyanlar əsasən alçaq enliklərdən, yox, yüksək enliklərdən, yəni ki, mülayimlərdən və qütblərdən əsasən mərkəzə doğru əsən, hərəkət edən, hərəkət edən sulardır ki, onlar əsasən soyuq cərəyanlardır. Soyuq cərəyanlar demək okeandakı suyun temperaturundan fərqliliyinə görə ona məsəl üçün soyuq cərəyan deyirlər. Dünyanın ən böyük soyuq cərəyanı qərb küləkləri cərəyanıdır. Antarktida materikinin sahillərindən əsir, 3 okean ərazisindən keçir. Sonra Müəllimə, soyuq cərəyan necə deyirlər, duzluğa necə təsir göstərir? Hə, soyuq cərəyanlar duzluğun aşağı salınmasına təsir göstərir. Əsasən aşağı düşür duzluq. Düzdür. Cənubi Amerikaya təsir göstərən cərəyanlar. Cənubi Amerikaya təsir göstərən cərəyanlardan Peru cərəyanı, Braziliya cərəyanı, aşağıda biri də var idi. Falkland cərəyanı cərəyanlardır əsasən. Bir də yuxarı hissəsində Gviana cərəyanı. Düzdür. Müəllimə, trawler gəmisi nədir? Okeanın tədqiq olunmasında istifadə olunmuş trailer gəmisi. Tədqiqatında istifadə olunan gəmidir. Balıq ovlayan gəmilərdir müəllimə. Balıq ovlayan gəmilərdir. Növbəti sualım müəllimə. Eresun ya da Zund boğazı hansı obyektləri ayırır? Baltik dənizində yerləşir.
demək əsasən Zelandiya adası ilə Hı-hı. Skandinaviyanı ayırır. Düzdür. Səhv. Düzdür. Zelandiya ilə elə bir Skandinaviyanı ayırır. Növbəti müəllimə. Torres boğazı. Torres bir dəqiqə Avstraliyanın şimalında yerləşir. Səhv eləmirəmsə, o Avstraliya Yeni Qvineyanın yox. Yeni Qvineya ilə haran ayrıldı bir dəqiqə. Cape York ayırırdı deyəsən. Cape York'dan düzdür. Bəs Kunaşir? Kunaşir. Yaponiyada yuxarıda. Yaponiya ilə Kuril adalarına. Olasın. Japonya'nın Hokkaido adasıyla Kuril adasını Hokkaido'nu. ayırır. Tamamıyla doğru. Növbəti sualım odur ki, vadi nədir? Nə? Vadi. Çayın Vadi, vadisi. Vadi bir dəqiqə mən. Səhralarda vadi də var idi, bir də var. Səhralarda əsasən suyun səthə çıxdığı hissələrə vadi deyirlər. Çayın vadisi. Çayın vadisi. Deyirəm hardasa bir vadi də var idi. Bax, bayaqdan oxudum. Çayın vadisi bir dəqiqə. Dayan. Oxudum. Məcrasında çayın məcrası ilə bağlıdır. Geniş çay dərəsi, vadi çay adlanır. dərəsi. Geniş çay. Bəs müəllimə, su ayırıcı nədir? Su ayırıcı əsasən demək okean sahilində yerləşən və yox, belə deyim də, hündür dağ zirvələri ilə başlanğıcını götürən çaylar var ki, iki istiqamətdə axırlar, ona su ayırıcı dağlar demək, su ayırıcı deyirlər. Yox, çayın elə bil ki, su ayırıcı çay hövzələrini bir-birindən ayırır. Çay hövzələri. Amma hündürdən keçir. Müəllimə, Zambezi çayının üzərində hansı şəlalələr var? Zambezi bir dəqiqə mənim. Zambezi çayın ay Allah. Yadımdan çıxmır, deyəməyəcəm. Zambezi çayının üzərində 2 dənə Kariba, bir də ki Cabora Bassa. Kariba, bir də ki Cabora Bassa. Müəllimə, demək, Kiçik Asiyanın daxili sularına, daha doğrusu Avropanın, elə bil ki, bu Biskay körfəzinə tökülən çaylar hansılardır? Biskay körfəzi. Biskay körfəzi Fransanın ərazisindən axan Luaraydı. Bəli, bir də? Bir də var idi. Luara. Harona. Luara, bir də ki Harona. Fransanın mərkəzindən keçən çay hansıdır? Fransanın mərkəzindən. Sena. Tamamilə doğrudur. Ob çayı hara tökülür? Ob çayı tökülür bir dəqiqə ob. Ob çayı Kara. Kara darvazası da orada adlanır, onu yaradır. Düzdür. Müəllimə, bizə danışın. Elə bil ki, çay dərə mənşəli göllərdən dünyada hansı göl var? Çay dərə mənşəli dünyanın göllərindən. Əslində orada dünyadan verilməyib, Azərbaycanın sadəcə verilib. Azərbaycandan verilib, məsələn Azərbaycanın Kürün sahilində yerləşən göllərin sarı suyu verilib, nə bilim, Mehmana gölüdür, yoxsa oradan yuxarıdan var. Amma başqa göllərdən bilmirəm, nə bilim, hansını deyim? Yox, verilir dünyada olanlar. Verilir. Müəllimə, siz bizə danışın lay arası yaxud arteziyan sularından.
Layarası sular əsasən iki su keçirməyən lay arasında yerləşən sulardır. Hı. Artizan suları da elə iki əsasən Lay arası e, arteziyandır müəllimə. elə artizan sulardır. E, Demək, öz təzyiqi ilə yer səthinə çıxan sulardır əsasən artizan. Dünyada ən böyük artizan suları Qərbi Sibirdə, Avstraliyanın mərkəzində, bir də Şimali Afrikadadır. İlk dəfədə artizan suyundan deyəsən Fransada, Artuan vilayətində istifadə ediblər. Bəli. 18-də yoxsa 17-ci əsrdə, bilmirəm, yadımdan çıxdı burası. O hissəyə ehtiyac yoxdur, tarix üçün daha önəmlidir. Ural dağlarında qar xəttinin hündürlüyü. Mülayim enliklərdə, Ural dağı. bildim mən. Uralda bildiğim şeydir. Onu bilirəm ki, Bunu Azərbaycanda əzbərləməliyik. 1900 1050. Azərbaycandan aşağı doğru. 1050. Bunu yadımızda saxlamalıyıq. Çünki düşür. Bunlar suallar düşür. İndi keçək Asiyanın daxili sularına. Asiyanın İndoneziyada yerləşən ən çirkli çayı. Starim çayı. Düzdür. Hansı adada yerləşir? Starim çayı. Yox, yadımda deyil mənim. Yava adasında yerləşir. Starim Yava, çayı. Dediz yadıma düşdü. Yava adasında yerləşir. Sonra burada ABŞ-la Meksikanın sərhəddindən axan çay. Rio Grande çayı. Elə bil ki, Mississippi başlanğıcını hardan götürür? Göl var idi, böyük düzənlikdə. Bir dəqiqə mənim deyəcəm. Gölün adı nə idi? İtaska. İtaska gölündən başlayır. İtaska. Tığla deyir, İtaska, Tığ vuruğu yadımda qalıb. Müəllimə, elə bil ki, Parana çayının üzərində hansı şəlalə var və bu hansı ölkələrin yəni ölkələrə düşür? Parana çayın üzəri. Itaipu o şeydi yoxsa? Itaipu Sesdi. Mən deyirəm. Sesdi, o sesdi. Şəlalə. O sesdi. Şəlalə bir dəqiqə mənim. İquasu şəlaləsi. Bəli, hansı ölkələrin arasında düşür? İquasu bir dəqiqə mənim. Parana. Argentina ilə Bir də Paragvay idi. yox, Braziliyadan Argentina ərazisinə düşür. Braziliya ilə Argentina, Bəli. Maracaibo gölünə tökülən çay. Maracaibo gölünə tökülən çay. Catatumbo çayıdır. Catatumbo. Bir sual verim sizə. Afrikanın ən böyük gölü, bir də Afrikanın ən dərin gölü. Victoria, bir də Tanganyika. Düzdür. Tamamilə doğrudur. Elə bil ki, Avstraliyada Midland adasında yerləşən göl. Avstraliyada Midland. Demək olar ki, bir neçəsini daxili sularını oxumamışam, amma yəni yadımda qalamıyor. Hansıdır müəllimə? Hiller gölü. Hiller gölü. Hiller haradaydı müəllimə? Zəhmət olmasa bir də deyərdiniz. Avstraliyada Midland adasındadır. Hiller gölü. Son sualım odur ki, gölü, Eir gölü. Tropik yoxsa mülayim işıqlanma qurşağında yerləşir? Eir gölü. Eir, tropik. Amma mülayimə düşür. Mülayimdə yerləşir. Çox sağ olun müəllimə. İndi keçək şəlalə müəlliməyə. Şəlalə müəllimə. Başlayaq sizdən. Demək, birinci sualım odur ki,
Dalğanın hansı elementləri var? Dalğanın Ha? dalğanın yal, daban, dalğanın uzunluğu, hündürlüyü. Tamamilə doğru. Müəllimə, belə deyək, duzlu okean hansıdır? Ən duzlu mənim Atlantik okeanı. Düzdür. Qara dənizin duzluğu nə qədərdir? Mənim Qara dənizin duzluluğu, Qara dəniz hardadır? Neçə promildir? 18-dir ki. Bəli, əlasınız tamamilə doğru, 18. Müəllimə, su şirinləşdirici qurğuları olan ölkələr hansılardır? Mən Səudiyyə Ərəbistandır, Küveytdir, Liviyadır, İspaniyadır, Çindir, ABŞ-dır. İnkişaf eləmiş ölkələrdən. Düzdür. Müəllimə, Avstraliyaya təsir göstərən cərəyanlar. Mənim Avstraliyaya təsir göstərən Qərbi Avstraliya cəryanıdır. Bir də soyuqdur. Mən soyuqdur Qərbi Avstraliya. Şərqi Avstraliya istidir. Düzdür. Müəllimə, Skagerrak bir də Kattegat hansı əraziləri bir-birindən ayırır? Mən Skagerrak və Kattegat boğazları Avropada mən Skandinaviya Skagerrak. Bəli, bəli. Skandinaviyanı nədən ayırır? Jutlandiya yarımadasından. Əlasınız. Elə bil ki, Zond boğazı. Mən Zond boğazı aşağıdadır mənim Malakka yarımadasını ayırır. Yava adasından Malakkanı ayırır. Yox, Sumatranı Yavadan ayırır. Sumatranı Yavadan ayırır. Bəs Davis boğazı? Davis. Mən Davis boğazı Bəli. Davis boğazı mənim yuxarıdadır, Amerika tərəfdə. Qrenlandiya adasını ayırır Baffin torpağından. Əlasınız. Tamamilə doğru. Müəllimə, demək, meandr nədir? Gətirmə konusu nədir? Mənim meandr əyri relyef formasıdır, adətən düzənliklərdə yaranır. Gətirmə konusu da mənim dağlıq ərazilərdə ən çox Azərbaycanda var, Qanıq əyri çayda. Yox, müəllimə, dağın düzənliyə çıxdığı hissədə. Düzənliyə çıxdığı yerdə. Mənim ən çox Qanıq əyri çayda, sonra hardadır? Böyük Qafqazın Şirvan düzündə. Şirvan düzündə. Şirvan düzündə. Şəlalə nədir bəs? Mənim şəlalə dağ çaylarda mənim şəlalələr. Hündür yerdən axanda şəlalə meydana gəlir. Müəllimə, Dəclə və Fərat çayının mənsəbi haradır? Mənim Dəclə və Fərat çayı mənsəbi İran körfəzi. Düzdür. Neva çayının? Neva çayı. Fin körfəzi. Fin körfəzi. Baltik dənizinə tökülən çaylar. Mənim Baltik dənizinə Neman, Daugava, Bəli, Şimali. Neman, Daugava, bir də Odra. Visla. Visla da mənim. Bəli, Odra, Visla, Neman, Daugava, Şimali dibinə. Yaxşı. Xor çayı hara tökülür müəllimə? Məşhurdur. Xor çayı. Xor? İtaliyada mənim Adriatik dənizinə tökülür. Əlasınız. Estoniyada meteorit mənşəli göl. Kala gölü. Əlasınız. Bizə deyin, Kordilyer dağlarında qar xətti. Mənim Kordilyer dağlarında qar xətti 5000-6000 metr hündürlükdən keçir. Əlasınız. Materik və örtük buzlaqlarını bir-birindən fərqləndirin. Doğrusu, materik və dağ buzlaqlarını. Materik buzlaqları mənim. Materik və dağ buzlaqları. Hansı şirin olur, hansı şor olur da belə.
Mən dağ buzlaqları yəqin şirin olar, bilmirəm müəllim. Bəli, materik buzlaqları isə şorsulu olur. Dağ buzlaqlarının qalınlığı daha az olur. Materik buzlaqlarının daha qalın olurlar. Yəni bu şəkildə fərqləndirə bilərik. Bir də ki, materik dağ buzlaqlarından çayların mənbəyi ola bilirlər də. Bəli. Buna görə fərqləndirə bilərik. Müəllimə, İtaliyada hansı göl var? Qarda gölü müəllim. Bəli. Cenevra gölü harda yerləşir? İsveçrə, Və Avstriya, İsveçrə, bir də müəllim Avstriya, İtaliya. 4 ölkədə yerləşir mənim. 3. Əslində Fransadan İsveçrənin sərhədində yerləşir Cenevra. Fransa müəllim, İsveçrə, Avstriya. Yox, Avstriya yox. Müəllimə, Yeniseyin üstündə yerləşən su anbarı. Mənim Yeniseyin üstündə neydi Allah? Sayan Şuşenski idi, neydi mənim yoxsa? Düzdürsüz də, Sayan Şuşenski idi. Müəllimə, Xuanxe çayı hara tökülür? Yansızı çayı hara Sarı tökülür? dənizə mənim. Xuanxe çayı Sarı dənizə tökülür. Yansı çayda O sarıya tökülürsə, o bir də Yapon dənizinə tökülər də, yansızı. Yox, sarı dəniz, şərqi Çin dənizi. Şərqi Çin dənizi. Xuanxe sarı tökülür, elə deyil ki, yoxsa? Bəli, yuxarıdakı sarıya, aşağıdakı şərqi Çin dənizinə. Yaxşı, bunu da bildik. Elə bil ki, hansı ölkəni Cənub-Qərbi Asiyanın su kranı adlandırırlar? Mən İran körfəzi ölkələri. Yox, sırf bir dənə ölkə deməlisiniz. Hə, Küveyt. Vay. Türkiye. Soğuktu orada çay. Kolumbiyanın üstünde olan ses. Yəni Kolumbiyanın üstündə Kolumbiya. Yadımdan çıxdı. Grand Coulee. Anhel şəlaləsi hansı çayın üzərindədir? Oronika çayının Çurun qolu üzərində mənim Cənubi Amerikada. Afrikada elə bil ki, Nil çayının üzərində müasir su anbarının tikilməsinin müsbət bir də mənfi cəhəti nədir? Mən müasir su anbarının tikilməsi müsbət su anbarının tikilməsində torpaqlar mümbitləşdirir. Daha doğrusu necə mümbitləşdirir? Havanın temperaturunun azalmasına səbəb olur. Orada elə bir ki, iqlimi mülayimləşdirir. Amma mənfi cəhəti ondan ibarətdir ki, o çayın əsas iddiası, yəni çayı necə deyərlər, o çay özü ilə birlikdə çoxlu lil, gil, belə sular gətirir ətrafa səpirdə. Elə bir ətrafdakı ərazilərin torpağın mümbitliyi azalır. Buna görə də çoxlu miqdarda azot gübrələri verirlər ki, daha yaxşı olsun deyə bu mənfi cəhətidir. Avstraliyanın necə müəllimə? Heç nə deməm, deyirəm, iki ölkənin sərhəddindədir həm də deyəsən. Bu su anbarı. Yox, üç ölkədir. Kenya, Uganda, Tanzaniya. Misirdə. Asuan Misirdədir. Hə, Viktoriyanı deyirəm, mən. Hə. Asuan. Müəllimə, Avstraliyanın ikinci şirin sulu gölü hansıdır? Mən Argyle gölü. Bəli, Argyle şirin suludur. Bəs böyüklüyünə görə ikinci şor sulu gölü? Mən Eir gölü. Eir birinci. Eir birinci, Hilleri onda müəllim. Torres. Kitabda da var. Evet. Mən birinci Eir, sonra Torres. Birinci Eir, sonra Torres. Şor sulu olduğuna görə də, şor sulu olduğuna görə Torres'im. Çox sağ olun müəlliməm. İki nəfər qaldı da. Gülyan müəllimə, siz
başlayaq. Bəli, bir dənə bir sualım var. Bayaq müəlliməyə sual verəcək, cavabını Küveyt dedi. Orada nə sual vermişdi, zəhmət olmasa? Sərhəd su asılılığı olan ölkələr. Küveytdə 100%-dir. Ərəb ölkələri Müəllimə dedi ki, içərisində. Küveytdə siz dediniz, yox, o deyil. Küveyt demədi. Nərgiz müəllimə dedi ki, Səudiyyə Ərəbistan. Mən də dedim ki, Səudiyyə Ərəbistan olmur. Əcüm mən su kranını deyirik. Mən küveyt dedim. Türkiyə, hə. Elə bildim Nərgiz müəllimə sonunda qaldı. Mən deyirəm. Su kranı nə Türkiyə. deməkdir müəllim oğlum? Cənub-Qərbi Asiyanın su kranı da, yəni çox su formalaşır orada. Çox sular batmanlığını götürür, belə deyək. Başa düşdüm. Aha. Müəllimə, sizdən davam edək. Demək, ümumiyyətlə sizin fikrinizcə böyük su dövranı yoxsa kiçik su dövranı daha çox olur təbiətdə? Kiçik su dövranı, ən çox kiçik su dövranı. Düzdür. Azov dənizinin duzluluğu. Hansı dəniz? Azov. Azov dənizi, Qara dəniz 18-dir. Azov dənizdə 18-dən az idi o. 11, 12. 12, 11, 12. 12. Ən isti okean. Ən isti okean, Sakit okean. İkinci yerdə Hind okeanı. Atlantik okeanın ikinci yerdə olmamasının səbəbi nədir? Meridional istiqamətdə uzanır, tropiklər az sahə tutur. Və şimal buzlu okeanlar daha çox su mübadiləsisi var. Bəli. İsti və soyuq cərəyanlar duzluğa necə təsir göstərir? İsti cərəyanlar duzluluğu artırır, soyuq cərəyanlar isə sabit saxlayır da, yəni buxarlanma getmir. Düzdür. Dəniz yük daşımasında ən çox daşınan yüklər hansılardır? Faydalı qazıntılar, Yük. yük. Dəniz vasitəsilə, bəli. Hansı dənizlərdir? Yoxsa başa düşmədim? Yox. O payları var, nədə? Diaqramda. Mən deyirəm, ən çox daşınan yüklər hansılardır? Dəqiqə. Bilmədim, mən bəlkə də tam başa düşmədim sualı. Maye yüklər. Maye. Yəni faydalı qazıntıda maye, yəni neft kimi də. Bəli. Ən çox daşınan yüklər budur. Müəllimə, Padikali hansı obyektləri ayırır? Padikali. Padikali. Bildiyim bir şeydir, prosto qəfildən. Padikali. Yadımdan çıxdı müəllimə. Böyük Britaniyanı Avropadan ayırır. Bəli müəllimə, bəli. Ən asan şeydir. Bəli. Messina boğazı. Messina. Messina boğazı Əlcəzairlə nə idi? Korsika, yoxsa Siciliya idi, Sardiniya idi. Bax, o hissədədir. Düz deyirsiniz. Elə bir Apeninlə Siciliyanı ayırır. Əlcəzairdən orada Əlcəzair elə bir Siciliya boğazıdır. Əlcəzairdən Siciliyanı Siciliya boğazı ayırır. Siciliyadan Apenini də Messina boğazı ayırır. Hudson boğazı. Hudson boğazı. Hudson boğazı deməli nə idi? Baffin torpaq Hudson necə ayollar? Baffin adası ilə Hudson körfəzi arasında. Bəli, Baffinlə yox, Hudson yox, Labrador. Labradorla, bəli, o hissədədir. Bəs Baffini Devondan ayıran hansıdır? Baffini Devondan. Baffini Devondan. Bəli. Baffini Devondan. Dəqiqə. Folkuydu, neydi? Lancaster. Lancaster. Onu bilmirdim, yalan deyərəm. Yəni yadımdan çıxmıyor, heç bilmirdim.
Daha yadınıza çıxmaz düşünürəm. Lancaster. Lancaster. Aha. Növbəti sualım mənim odur ki, ümumiyyətlə çayın orta, yuxarı, aşağı axını necə təyin edirik? Mənbəyi, mənsəbi, onu demək istəyirsiniz? Mənbəyə yaxını hansı axın olur? Mənbəyə yaxın axın. Mənbəyə yaxın. Mənbəyə yaxın. Çay hövzəsi, çay qolları. Yox, mənbədən baxın. Çayın Hı dediyim -hı. yuxarı, orta, bir də aşağı axını var. Deyirəm Hı -hı. ki, mənbəyə Bəli. yaxın olan axın yuxarıdır, aşağıdır, ortadır. Hə, mənbəyə yaxın dəqiqə. Mənbəyə yaxın yuxarıdır. Mənsəb aşağıdır. Bəli. Amma orta bilmirəm nədir. Ortadakıdır. Çay çoxlu qollar Hə. qəbul edir. onu Mənim dedim də Peçora yəni. çayı hara tökülür? Hansı? Peçora çayı. Peçora çayı, Peçora. Bir dəqiqə. Ay Allah, qəfildən. Peçora, Avrasiyadaydı da. Bəli, Avrasiyadaydı. Hara tökülür? Şimala axırdı deyəsən. Bəli. Şimal Buz okeanı. Dəniz olaraq desəkmi? Dəniz olaraq Peçora çayı şimalda. Lap devlər. Kara dənizinə, həm də biz bunu keçəndə demişdik ki, o Kara dənizinin içində də Peçora dənizi var. Yəni ikisi də doğru cavabdır. Hə. Müəllimə, demək Bəli. orada var yuxarıda Şimal dənizinə tökülən çaylar. Elba, Reyn, Bir də Visla, yox, Visla bu deyildi. tərəfdən də müəllimə Temza gəlir də. Reyn, Elba, Temza, bir də ki bəli. Temza Hə, gəlir. Temza. Bir də müəllimə, bəli. Greenwich meridianı Temzadan başqa Loara, Ebro götürə bilərik. Loara, Harona, bir də ki Greenwich. Greenwich deyim, Temza. Temza, Hə, Loara, Harona. Hə. O biri Elba, Reyn, Vis filan onlarda yoxdur. Yəni kəsmir. Elba yox, Ebro var. Ebro Fransa Yox. ərazisində. Ebro'da yox. Keçmir ondan. Ebro həm də Fransaya düşmür axı. Sena Fransaya, Ebro bu tərəfə İspaniyaya düşür. Fransada yox, estağfurullah, İspaniya demək istəyirəm. Ebro çayı var. O daha şeydə qalır da, siz deyin adını, şərqə doğru qalır. Hə, bəli. Müəllimə, Taxo çayı. Taxo çayı Portuqaliyadadır. Hara tökülür? Hə, okeana, Atlantik okeana. Bəli, düzdür. Tamamilə doğru. Orada Qvadiana da var, amma o Aralıq dənizə tökülür. Yoxsa? Hə, qarışdırdım. Müəllimə, karst göllər. Qərbi Sibirdə olan hansı karst göl var? Karst gölləri Qərbi Sibirdə. Bir dənə. Hə. Laqun mənşəlidə, yəni. Karst. Hə, bildim. Nə idi? Çayna gölü idi lə. Bəli, Çana gölü. Müəllimə. Müəllimə, Qrenlandiyada qar xəttinin hündürlüyü Aşağı idi. nə qədər aşağı? Yadımdan çox. Elə bil ki 550 metrdir. 550 metr. 550, hə. Bəli. Bu gözəl sual artıq sizə gəlsin. Alt bataqlıqlar. Alt bataqlıqlar xüsusiyyətini demək istəyirsiniz? Bəli. Hə, alt bataqlıqlar altda olduğuna görə yeraltı sularla qidalanır, gübrə alınır və onun qalınlığı az olur. Hansı təbii zonada yaranır? Alt bataqlıqlar mərkəz, ekvator boyu. Meşə çöldə yaranır. Meşələrdə. Bir də keçmiş çay dərələrində də yarana bilər. Keçmiş çay dərələrində. Müəllimə, demək, Asiyanın daxil sularından
İtaliyada olan gölün adı nədir? Qarda. Finlandiyada, Finlandiya Sayma, İnari. İnari şimaldadır, Sayma aşağıda. düzdür. Ümumiyyətlə, elə bil ki, Fərat çayının üstündə olan su anbarları hansıdır? Keban, bir də neydi o birisinin adı? Ata, Atatürk. Atatürk. Hı. Müəllimə, böyük göllər hövzəsinə daxil olan gölləri qərbdən şərqə sayın. Atabaska, Böyük Gölə. Sadəcə Yox. böyük gölləri müəllimə. Böyük gölləri yaxşı. Deməli, yuxarı Huron, Michigan, Erie, Ontario. Burada Michigan ABŞ-a düşür, amma o birisilər sərhəd gölləridir. Bəli, Kanada ABŞ sərhəddindədir. Tamamilə doğru. Müəllimə, Kolumbiya hara tökülür? Colorado hara tökülür? Colorado çayı tökülür Kaliforniya körfəzinə. Üzərində və su anbarı var. Yoxsa o birisində idi? Yox, o birisində idi o. Bəli, Kolumbiyada idi. Bəli, Hə, Kolumbiyada çay Sakit okeana tökülür. bəli, düzdür. Afrikada hansı göldür ki, tropik neymiş? Ekvator kəsir. Hə, Viktoriya gölü. Bəli. Carda yerləşən şəlalə. Çağırdıq. Tugela. Bəli. Volta çayının üzərində hansı su anbarı var? Volta. Bəli. Elə Voltanın özü Qana ölkəsində. Bəli, əlasınız. Ən sonuncu sualım. Avstraliyanın ən böyük çay sistemi hansıdır və burada əsas çay hansıdır? Daha bol sulu olan. Murray Darling'dir. Darling daha bol suludur, səhv eləmirəmsə. Murray Darling'dən bol suludur. Murray. Hə, Murray bol suludur. Hə. Amma yox, əstəğfurullah. Darling ən uzunuydu. Bəli, uzunu da Darling'dir. Elə bir Murray isə daha bol sulu Çünki olur. qolları var da, 2-3 dənə qolu var. Bəli. O daha Səhv bol eləmirəmsə suludur. dağlardan götürür. Nə ilə qidalanır bu Avstraliyan çayları? Avstraliyanın çayları orada böyük sayıcı dağlarla qidalanır da. Yağış suları. Elə bir ki, belə deyim də, hə, yağışdır, yeraltı bir də yağış, hə. Əsas qidasını yağış təşkil edir bizim dərsliyimizə əsasən. Çox sağ olun Bəli. müəllimə. Son Siz olaraq sağ olun. Həyat müəllimə. Həyat müəllimə, siz bizə deyin, ümumiyyətlə yerdə suyun mənbəyi nədir? Nətər müəllim? Yerdə bu suyun mənbəyi nədir? Atmosfer yağıntıları. Yox. Deyirəm, su ilk dəfə necə yaranıb? Belə bir şey. Mantiyadan ayrılan Bəli. Sonra? buxardan, vulkan maqmadan ayrılan buxardan idi, yoxsa? Bəli, mantiyadan, kosmik fəzadan, bir də ki meteoritlərdən ayrılan sular idi. Müəllimə, elə bil ki, Baltik dənizinin duzluğu nə qədərdir? 11%. Promillə müəllimə. Hə, promil, 11 promil. Promillə. Ən isti okean, Sakit okean. ən duzlu okean, Ən duzlu okean. Hind okeanı. Atlantik okean. Atlantik okean. Bəli, Atlantik okean. Növbəti müəllimə, tsunamini yaradan səbəb və sahilə yaxınlaşanda tsunaminin sürəti və gücü barədə nə deyə bilərik? Hündürlüyü və gücü. Tsunami endogen proseslər nəticəsində yaranır. Yeraltı vulkan püskürmələri, zəlzələlər. Bir də sahilə yaxınlaşanda nətər? Sürəti necə dəyişir? Hündürlüyü necə dəyişir? Sahilə çatanda gücü zəifləyir.
Bəli, gücü zəifləyir, hündürlüyü, Hündürlüyü artır. bəli, hündürlüyü artır. Müəllimə, siz bizə deyin, Asiyaya təsir göstərən cərəyanlar və Avropaya. Asiyaya təsir göstərən nə idi? Kurasiyo Hı hı. isti cərəyan idi. Sonra Şimal Passat, Düzdür? Norveç cərəyanı, Hı hı. Şimali Atlantik cərəyanı idi deyəsən. Sonra yenə Müəllimə, Oyaşio cərəyanı necə cərəyandır və hara təsir göstərir? Oyaşio. o yaşıyor, onu bilmirəm. Oyaşio yenə Asiyadadır, soyuq cərəyandır. Kamçatka yarımadası o Hə, ərazilər hə, olan bir bildim. cərəyandır. Oyaşio adı belədir, yadımızdan çıxarmayaq buna. Müəllimə, su şirinləşdirici qurğuları olan ölkələr, dəniz suyunu şirinləşdirən ölkələr. Ərəbistan, Küveyt, İspaniya, Çin, ABŞ. Hı -hı. Sonra yenə var. Küveyt, Qətər bu ölkələr. Küveyt dedim, Qətər, hə, Qətər. Bəli. Müəllimə, dəniz yük daşımalarında bayaq dedik ki, birinci yerdə maye yüklərdir. İkinci yerdə nədir? Üçüncü yerdə nədir? İkinci yerdə sərnişin, Yo, yük. yük, hə, yük. O da yadımdan çıxıb. İkinci yerdə müəllimə əsas yüklərdir. Əsas Əsas yüklər. yükdür. Hə. Yəni ərzaq filan. Üçüncü yerdə də xammaldır. Bu, nə bilim, daş kömürdür, filizdir, bunlar. Birdə oldu maye, ikidə ərzaq, yəni əsas yüklər, yəni ərzaq. Üçüncü yerdə də xammal. Yadımızda saxlayaq. Yəni dəstlikdə olan bir belə deyim də sizə diaqramdır. Dəstlikdə olan diaqramdır. Yaxşı. İndi keçən müəllimə boğazlara. Elə bil ki, sizə gəlsin Eresun Zund boğazı. Zond boğazı, Zund. İndoneziya. Müəllimə, Zund. Zond boğazı. Zond yox. Onu bilmədim. Zund elə bil ki, bayaq demişdik əslində. Skandinaviyanı Zelandiya adasından ayırır ya da ki, Zelandiya adasını Skandinaviyadan ayırır. Yaxşı. Bas boğazı. Bas boğazı. Bas boğazı. Avstraliyada, Tasmaniya adasının. Əlasınız. Danimarka boğazı. Danimarka boğazı şimalda da Qrenlandiyanın İslandiya Düzdür. adaları. Grenlandiya, İslandiya tamamilə doğru. Müəllimə, siz bizə deyin, çayın meyliliyi və su sərfini necə hesablayaq? Meyillilik bərabərdir. Düşmə bölünsün uzunluq. Düzdür. Su sərfi? Su sərfini də öyrənmişdim. Su sərfi də nəyisə vururdular. Su sərfi bərabərdir. Vurması yadımdan çıxdı. Çayın en kəsiyinin sahəsini onun sürətinə vururuq. Q Sürətinə bərabərdir vururuq. F vur V. Bu belə. İnci. Mənə deyin, Rona çayı hara tökülür? Rona çayı. Hı-hı. Rona çayı nə idi? Avropadadır da. Bəli. Rona çayı Avropada. La-Manş boğazına. Aralıq dənizinə. Aralıq dənizinə. İli çayı hara tökülür? İli. Bəli. İli tarixi Mərkəzi Asiyada. Ob çayına. Yoxsa? Bira olsun. İli. Lena çayına. Balxaş gölünə müəllimə. İli. Hə, Asiyadadır, Balxaş Qazaxıstan tərəfdə. Yaxşı. Bəs Visla çayı?
Visla da Avropada da Visla odur. Baltik dənizinə. Bəli, tamamilə doğru. Müəllimə, siz deyin, laqum mənşəli göl Azərbaycanda və dünyada. Azərbaycanda Ağzı Birçalar, dünyada da Maracaibo. Düzdür. Kordilyer dağlarında qar xəttinin hündürlüyü 5000-6000 metr. olasınız. Bizə deyin, alt bataqlıqların xüsusiyyətləri. Alt bataqlıqlar. Alt bataqlıqlar çöl və meşə çöldə olur. Trofun qalınlığı az olur. Yeraltı sularla qidalanır. Sonra nəyə qaldı? Başqa heç nə. Hansı təbii zonada yaranır dediniz? Alt bataqlıq mülayimlərdə, yoxsa ekvatorialda? Yox, meşə çöl mülayim. Meşə çöldə onu dedim elə bir Onu şey. deyirəm, mülayimdə yaranır əsasən. Müəllimə, şülüz nədir? Şülüz bilirdim ha nə idi. Şülüz. Yadımdan çıxdı şülüz nə idi. Şülüz o elə bil ki bir qurğudur gəmilərin hərəkət etməsinə. Elə bir gəmi gələndə yuxarı qalxır, açır yolu. Bildim limanda olan. Bəli, limanda olan formasıdır. Müəllimə, Üçdərə sesi hansı çayın üzərindədir? Üçdərə sesi Yansızı. Bəli, Yansızının üzərindədir. Elə bil ki, Çinin gölləri. Lobnur, Upsunur, Xupsunur. Çində Upsunur, Xupsugul dedik şeydədir də bu tərəfdə. Nədir bunun adı? Monqolistanda. Siz haran gölün dediniz? Mən Çinin deyirəm. Çininki nə idi? Lobnur idi. Sonra Lobnur, bir də ki Kukunur. Kukunur. Növbəti sualım müəllimə. Böyük göllər Atlantik okeanı hansı çay vasitəsilə çıxır? Müqəddəs Lavrenti. Tamamilə doğru. Cənubi Amerikanın ikinci böyük çayı. Parana. Bəli, tamamilə doğru. Növbəti sualım. Cənubi Amerikanın gölləri. Titikaka dağ gölü, ən yüksəkdə yerləşən göl. Müəllimə, bir sual verim sizə, sözünüzü kəsirəm. Titikaka, bir də Maracaibo var da. Bir də ki, elə bil ki, Popo gölü var da. Şimalda, daha şimalda olan Titikaka'dır mı, Popo'dur mu? Bu sual qabaq. Popo. Yox, yuxarıda Titikaka, aşağıda Popo'dur. Tıp və bundan yadınızda qalın. Hündürdə yoxsa? Yox, şimalda. Şimalda müəllimə, şimal. Yəni necə deyim sizə, paralelə görə daha şimal paraleldə yerləşən Titikaka'dır. Növbəti müəllimə. Elə bil ki, Tanqanikadan sonra Afrikanın digər dərin gölləri hansılardır? Victoria, Nyasa. Yox, Victoria əsla dərin deyil. Hətta dərin olmamağının səbəbi də var ki, o əyilmədə yerləşir. Sırf müəllimə çatda olanı soruşuram. Nyasa, Rudolf. Bəli, Nyasa, bir də ki, Rudolf gölləridir. Tamamilə doğru. Sonra başqa, son olaraq Avstraliyadan verməliyəm. Avstraliyanın şirin sulu gölü. Argyle. Bəli, Argyle gölüdür. Süni yaradılan şirin sulu gölüdür. Dedik Avstraliyada Murray Darling nə ilə qidalanır? Yağış suları ilə. Bəli, əsas qidasını yağış suları təşkil edir. Beləliklə Azərbaycanı bitirdik. Azərbaycan nəymiş? Hidrosferi bitirdik. Yəni ən çətin hissələrindən sual verdim. Rekord da götürdüm. Bir boş vaxtınızda bir daha qulaq asarsınız. Yəni baxın burada saniyə çox üzr istəyirəm. Mən bu rekordu